Qalaktoreya süd verilməyən dövrdə, yəni hamiləlik və ya doğuşdan sonra süd vəznindən qeyri-iradi süd axmasıdır. Bu vəziyyət hormonal balansın pozulması nəticəsində meydana gəlir və adətən normal süd verən qadınlarda baş vermir. Qalaktoreya həm kişilərdə, həm qadınlarda rast gəlinə bilər, amma daha çox qadınlarda görülür. Qalaktoreyanın səbəbləri: hormonal dəyişikliklər. Prolaktin adlı hormonun artması qalaktoreyanın əsas səbəbidir. Prolaktin süd istehsalını təşviq edən hormondur. Onun yüksək səviyyələri süd axmasına səbəb ola bilər. Hipofiz vəznin problemləri. Hipofiz vəzindəki problemlər, məsələn, hipofiz adenoması, prolaktin hormonunun aşırı ifrazına səbəb ola bilər. Dərmanlar. Bəzi dərmanlar, xüsusilə antidepressantlar, antipsikotinlər, yüksək təzyiq dərmanları və hormon dərmanları qalaktoreyaya səbəb ola bilər. Stress və psixoloji amillər. Bəzi hallarda yüksək stress və emosional çətinliklər də hormonal balansı poza bilər və qalaktoreyaya yol aça bilər. Yüksək estrogen səviyyəsi. Hormonal dəyişikliklər, xüsusən estrogenin çox olması, qalaktoreya ilə nəticələnə bilər. Dəyişikliklər menstruasiya dövründə. Hormonal balansın dəyişməsi səbəbindən menstruasiya dövründə də qalaktoreya yarana bilər. Şəkərli diabet və hipotiroidizm. Şəkərli diabet və tiroid vəznin pozulması kimi xəstəliklər də qalaktoreyaya səbəb ola bilər.